Kızlar, sabahınız xeyirli, gününüz uğurlu olsun. Biz yeni güne başladıq. Deməli, yenə eyni qaydada hər gün eyni şeylər gedir. Baxçıya əl elə. Efe'də hazırlığa. İlk öncə evimizin yanında mağazin olduğu üçün giririk mağazinə. Sonra yollanırıq baxçıya. Bir dənə sakit video çəkirəm. Quşların səsinə baxın. Buraya yasəmənlər də açır. Baxın. Necə gözəl ilahi. Şimdi geze-geze sizə də göstərim. Belə. Efe'ni gətirib qoymuşam hazırlığa. İndi çıxıb gedəcəm evə. İşlərim var. Biraz da işlərimi görüm. Dedim biraz buradan sizə video paylaşım. Ay Allah, sevirəm axı, sevirəm sizi. Necə gözəl. Demək olar ki, yavaş-yavaş açmağa başlayırlar. Superdir. Allah. Belə qızlar. Gedək. Nə qəşəng ağacdır. Bu ağacı da ilk dəfədir görürəm. Belə qəşəng bir şeydir. Bu da mənim qızım. Getdik. Size bir şey göstereceğim. Sürpriz. Allah'ım, oğlumun yakışıklılığı şaka mıdır? Ondan birazdan kofe eləyəcəm sən məktəbə gedəndən sonra. Oğlum çox qəşəng olmusan. Baxım görüm yaraşırsa aç ki. İlahi, bu nə qaşdı, bu nə gözdü, bu nə oğlandı. Maşallah, sübhanallah. Maşallah, maşallah. Kızlar, qaynanam bilə gedirəm. Bunu bilərsiniz. Çay atmaq üçün nanə cövhər. Dedim ki, nanə cövhərdir daha doğrusu. Bunu belə çıxartdım, bilmədim. Dedim ki, bunu götürüm. Qəşəng. Orada çayı dəmləyəli atarıq çaya. Düzdür, az çıxıbdır, təzə-təzə çıxır. Dedim, biraz qırım, sonra yenə də qıraram. Belə bəsdir. Deyəsən şeydir bu. İspanaqdır, hə, İspanaqdır qızlar çıxır. Bunlar heç bunların vaxtı keçib getdi, belə. Heç nə də qızlar belə. Burada da gördüğünüz kimi qəşəng, qapqara, pür rəngi, kəkli otulu, müxəhli, nanə cövhərli çay dəmlib qaynanam və bişirdiyi incir mürəbbəsi ilə də çıxardıb. İndi qəşəng çay içəcəyik. Bu da rənoşdur, belə. Uşaq, Ecri necəsən? Özünə baxdın YouTube'da. Bəyəndin? Hə, sən baxdın sən də? Mən baxmadım. Niyə? Hara girsən? Hə, sən Efe'yə nə demək istəyirsən? Bax, səndən küsmüşdü. Niyə küsübsə, bilmirəm. Barışaq denən gəl. Gəl barışaq, barışmasaq daha iyi olur deyirəm. Elə şey olar. Yaxşı uşaqlar, sağ olun. Balaca sən də elə. Sağ ol. Sağ ol. Sağ olun. Qızlar, çıxdım qaynanam gildən. İndi gedirəm evə. Yoldaşım büyün ad günündədir, ona görə istəyirəm gedim tez uşaqlara ət qaynatmışam. Kartuşka ilə bişirim, ondan sonra salat eləyim, bəlkə də şirniyyat da elədim. Gedək ilk öncə mağazinə, sonra görək nə eləyirik, paylaşacağım, izləmədə qalın. Qızlar, Araz marketdəyəm, bir iki şey alacağım. Evə gedəndə də paylaşacağım. Bu arada mən beyta işlədirəm, çox qəşəngdir beytam. Varım dərə ki, çay götürməyəcəm. Gedək görək nələr götürəcəm, sizdən bölüşəcəm evdə. Qızlar, başıma nə iş gəlib? Deməli, gəlmişəm bazara. Yaxşı ki, üstümdə az da olsa pulum var idi. Biraz bazarı elədim. Dəhşət külək var bu arada. Bir də baxıram ki, kartdan pul çəkməmişəm. İnanın da, yəni beyin yanıbdır da, Allah haqqı. Yaxşı ki, yenə də az da olsa var idi. Hərəsindən bazardan az aldım. Biləcər bazarına gəlmişdim. Baxmayaraq ki, yazıblar saxlama. Maalesef yer yox idi. Burada saxladım. Salam. Kızlar, necəsiniz, neyiniz? Alışverişdən indi gəldim. Dedim sizə göstərim nələr almışam. Bilirəm, xoşunuza gəlir. Akşam dedim də sinemaya baxacaq deyə belə bir şeylər reels formasında paylaşacağım. Şosta, YouTube'da. Ona görə belə bir şeylər aldım. Abur-cubur tərzli bir şeylər. Və salat eləməyə fikirləşirəm. Bu aralar çox salat eləyirəm. Çox xiyar. Göy aldım salata vurmağa. Bunlar ayrı qoyum. Banan aldım uşaqlara. Portağal, meyvə almışam. Bu nə var ki, biraz. Soğan.
Bu konfetlərdən həqiqətən çox xoşum gəlir. Çox qəşəng bir şeydir. İstəsəniz ala bilərsiniz. Arasına keklər də var. Bu da incir mürəbbəsidir. Sağ olsun qaynanam verdi. Bilir ki, xoşlayıram. İndi tökəcəm o qaba. Fili aldım qızlar. Toyuq filesi aldım. Nəyə görə? Çünki indi salat eləyəcəm. Biber salat. Onu da sizə göstərəcəm. Sonra belə ikisi bir yerdə endirmə düşmüşdü. Qarğıdalı ilə mayonez. İkisini bir yerdə aldım. Və aldım turşu xiyar. Çünki salata vuracam. Və sveji xiyar da ki evdə var idi. Ona görə almadım. Mesela bu qədər şey isə qızlar tutdu. Bu qədər. 17 manat 4 qəpik. Gedək qızlar hazırlayaq. Bunu da bura qoymuşam. Bunu da Efe sağ ol sən almışsan. Kartoşka indi ətlə qovuracam. Bu kartoşkanı da salat eləyəcəm. Bu isə mənim gündəlik yazdığım blatnoklardır. Sərsəri Efe bunu qırmışdı hazırğa gedəndə. Çox qəşəng güldü. İnan iyisi bütün evi bürüyüb də. Hələ bir dənə qanadı baxmaya ki bir qanadı da iyisi evi götürübdü. Qız deməli mən makinamı boşaldım. Qablarım qəşəng yuyulubdu. Onları boşaldım. Ondan sonra salat eləyəcəm. Toyuq salat eləməyi fikirləşirəm. Toyuq salat eləyim, hazırlayım. Qəşəng belə. Sonra görən yeyək. Bunları boşaldaq. Qoyaq. Bunları yığaq, sonra da yığacam yerini qəşəng. Üst boşaldı, keçək alta. Qızlar, qəşəng pürəngi çay dəmlədim. İndi oturacam qəşəng həyat yoldaşımla. Bir yerdə çay içəcəyik, sonra o öz işinə, mən öz işimə. Yəni bu günün iyisi çox dəhşət bir şeydir də. O qədər gözəl iyisi var ki. Gedək çayımızı içək, sonra da işlərimizə davam ki, hərəlik. Qızlar, sizə belə göstərim. Qəşəng burada quyruq yağıdır. Biraz da belə bax, quyruq yağı əlavə edəcəm bu ətli yeməyin içinə. Çox qəşəng olacaq. Belə. İndi duz istiyoruz da qəşəng tökəcəm. İndi bir qaşıq qəşəng duz tökürəm yeməyə belə. Sonra da sar kök tökəcəm. Bu yeməyə həqiqətən sarı kök çox yaraşır, qəşəng olur. Və sonra istiyoruz tökəcəm. Belə. Sonra da qarışdıraq bunu belə. Çox qəşəng, çox tatlı yemək olacaq. Belə ağzında qapalı pişsin. Deməli, qarğıdalını yudum, biraz qurudum, suyu çəkdim. İndi qarğıdalını əlavə edeyim. Toyuq salat eləyəcəm. Bunları indi nazik doğrayım bunun içinə. Filini də qoymuşam, qaynayır orada. Qızlar, tam göstərə bilmirəm. Biberləri belə nazik doğramışam. Şimdi bunları da eyni qaydada doğrayacağım. Bax belə. Sonra da sizə göstərəcəm necə elədim. Xiyarları da belə doğradım. Qızlar, eyni qaydada. Qızlar, bu gün zirəkləşmişəm. Baxın, yarısını demək olar ki, uşaqlar yeyiblər qazandan. Ətlə kartoşka qovurmuşam. Burada da belə bir şey eləmişəm. Çox az toyuqla, qarışıq biber falan, bir də düyü. Burada isə biber salat eləmişəm. Toyuq əti ilə falan qarışıq. İçində rəhli biberlərdir, qarğıdalıdır. Konservləşdirilmiş qarğıdalıdır. Rəhli biberlər idi. Turşu xiyardır, bir də sveji xiyardır. Belə qızda bir də mayonez, duz istiyor. Bugün qız zirəkləşibdir. Halal olsun mənə. Gedək nuş eləyək. Bu arada göz haqqımızı da halal eləyim. Hələlik. İşlər bitdi. Evlər təmizləndi. Yeməklər bişirildi. Və dedim özümü ödülləndirim. Bir qəşəng Türk kofesi içim qızlar. Və sonra gedim biri uşağım biri bağçadan, birini də məktəbdən götürüm gələm. Neynirəm? Bir dənə qənd atıram. Ondan sonra bir stəkan kahve bardağı su əlavə edirəm. Və Türk kahvəsi. Onda demək olar ki, çox az əlavə edirəm. Göstərim sizə. Bu qədər əlavə edirəm. Qızlar, bir dəfə qarışdırıram, qoyuram üstə, su qutardı.
Qızlar, deməli onu eləyəndən sonra bir dəfə qarışdırırsınız. Gün ərzində mütləq şəkildə bir dəfə də olsun Türk kahvesi içirəm. Bir dəfə çox qəşəng qarışdırdınız, qoydunuz. İndi öz-özünə sakit-sakit bişəcək kahvəmiz. Kahvəmi içə-içə demək olar ki, görüləcək işləri yazıram ki, mən sabah nə edəcəm, nə iş görəcəm, belə bilmirəm, siz beləsiz, belə deyilsiz. Mən planlayıram, çünki həqiqətən unutqanlıq var, yadımdan çıxır. Qızlar, burada videonun, vlogun daha doğrusu sonuna gəldik. Sizdən xahişim videomu bəyənin, like atın, yorumlar yazın, qəşəng-qəşəng yorumlar yazın, bəyənin ki, mən də həvəslənib sizə qəşəng-qəşəng videolar çəkim. Nə deyirik qızlar? O zaman hələlik.